Salam, mən Əbidli Bahar, Playa Kaspi Premium Əmlak Agentliyinin realtoru. Bugün sizə ipoteka krediti barəsində danışacağım. Hansı şərtlərlə ipoteka ala biləcəyinizi və bu zaman hansı addımlar atmalı olduğunuzu izah edəcəm. İpoteka nədir və necə işləyir? İpoteka bankdan uzun müddətli kredit götürərək ev almaq deməkdir. Bu zaman ev sizə məxsus olur, lakin kredit ödənib bitənə qədər bankda girov olaraq qalır. Azərbaycanda əsas ipoteka növləri bunlardır. Bəzi tikinti şirkətlərinin verdiyi özdaxili kreditləri 3 il, bəzən də 5 ilə qədər faizsiz şəkildə davam edir. Bu halda mənzilin ümumi dəyərinin 30% və ya 50% ilkin ödəniş kimi tələb olunur. Bundan əlavə, şirkətlərin banklar vasitəsilə ayırdığı ipoteka krediti mövcuddur. Onun isə faiz dərəcəsi 10-12% təşkil edir. Digər ipoteka növü isə dövlət ipotekası gedir ki, bu da 2 növdə olur. Güzəştli 100.000 manata kimi kredit verir, 30 ilə qədər 4%-dən hesablanır. Güzəştsiz 150.000 manata kimi kredit verir, 25 ilə qədər 7-8%-dən hesablanır. Fərdi şəxslər üçün mövcud olan ipotekalar banklardan asılı olaraq illik 8-13% arası dəyişir. İpoteka üçün ilkin tələblər və şərtlər bunlardır. 1. Rəsmi iş yeri və stabil gəlir. Minimum 6 ay iş stajı lazımdır. 2. Yaş həddi. Adətən 20-65 yaş arası şəxslər üçün mümkündür. 3. İlkin ödəniş. Əksər banklar 30% ilkin ödəniş tələb edir. 4. Kredit tarixçəniz. Əvvəlki kreditlərinizin yaxşı ödənilmiş olması vacibdir. İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər. 1. Borcalanın şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti. 2. Nigahın bağlanması barəsində şəhadətnamə. 3. Borcalanla birgə yaşayan, yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlər. 4. Borcalanla birgə yaşayan, yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələrini və ya doğum haqqında şəhadətnamələri. 5. Borcalanın əmək müqaviləsi və ya əmək kitabçasının surəti. 6. Borcalanın gəlirlərini təsdiq edən sənədlər. 7. İpoteka kreditinin qiymətləndirmə aktı. Əmlak barəsində daha çox məlumat əldə etmək üçün kanalımıza abunə olmağı unutmayın.